Gəlib çıxdım Qarayatağın dərənin sonuna. Saya qovuşan yeridir. Şəlalədən su da gəlir. Axırıncı dəfə 93-cü ildə gör suyu var idi. Biz də o suyu üstdən daşlarla aparıb bağımızda Yetim Məhəmmədin bağının üstünü əkmişdik. Uzaqda bir deşik daş görsənir. 2 dənə kəl baş-başa gəlib. Oradan da videom var. Ortasında boş bir yarıq var. Orada durub portret çəkdirmək olar. Dərə Qarayatağın dərəsidir. Yamaçda da yaxşı duzqulaq olur. Daha bugün vaxtım yoxdur. Axırın arxasında getməliyim. 2001-ci ilə qədər buradan yol yoxdur. Getdiyim yer görünən qayalar kimi sərt idi. Aşağısında da bizim bağın dəhinəsi var idi. Ən çətin dəhinə idi. Yazda su çox olanda öz xoşuna səybəndinə gedirdi. Səybət görsənir hələ. Söyüdlərin üstündə necə səybət qoymuşuq qalır. Bu tərəfdən də çay yuyub boruyla çəkiblər bağa. On 15 il bu bağın becərilməsində iştirak elədim. O qədər xatirəsi var ki, bir ömür nakl eləsəm, ömür yetməz. İndi binalar tikilib, vagon qoyulub. Yetim Məhəmmədin bağı. 17 tut var idi. Onlardan üçünün qanadı qalır. Dikələrin kəsblər güzdəkləsin. Başı kəsilmiş ağac. Özü də qoca ola. Oradan güzdəkləyər. Həm də qələməli bağ deyirlər bura. O qədər qara qələmə var idi ki. İldən 1000 dənəsini biçirdik, məcbur idik, böhrə verirdi. 1500 çıxırdı. Qara qələmlərdən kəsib taxta körpü düzəldirdilər. Axırıncı dəfə 1997-ci ildə burada becərmə işləri aparmışam. Həmin ili ölçüb başqasına veriblər, yəni özəlləşmədə saxtaşarlıqla ələ geçdiklər bu bağı. Bir-iki dənə də odunluq ağac kəsmişdim, bir dənə də qələmə ki, damaq ağzı kimi polisi düz gətiriblər çayın qırağında. Qarağaç kötüyün üstündə məndən izahat alıb. Hadisə iştirakçıların heç birini bağışlamıram. Öləni də halal edəmirəm. Fuat Əlavın günlüyü idi. Mən də izahat yazırdım burada. Bir neçə ağac kötüyün üstündə.